Fidan deyəcək. Fidan, sən mənə deyən görüm. Dedi ki, Misir harda yerləşir? Afrika qitəsində. Bəli, Afrikanın şimal-şərqində. Oradan bir böyük çay axır. Hansı çay idi? Nil çayı. Əla. Misiri kim idi Nilin tövhəsi adlandıran? Herodot. Əla, Herodot adlandırmışdı. Neçənci minildə aşağı Misir, yuxarı Misir padşahlığı yarandı? 4-cü minilliyin 2-ci yarısında. Əla. Daha sonra bu padşahlar arasında vahid Misir dövləti aparmaq uğrunda mübarizə gedirdi. Kim qalib gəldi bu mübarizədə? Yuxarı Misir. Əla. Və vahid Misir dövləti yarandı. İlk paytaxt? Memphis. İkinci paytaxt? Fil. Fivə kim köçürdü? Birinci Tutmos. Yox, Fiv şəhərinə kim köçürdü? Sonuncu qüdrətli hökmdar. 3-cü Ramzes. Əla, ikinci Ramzes idi. O zaman sən məndən gör Misir dövlətini kim idarə edirdi? Fironlar. Əla, ali məmur, Çati. dini işlərə baxanlar. Kahinlər. Əla. Aysun, sən məndən gör. Dedi ki, Nil çayının ətrafında hansı ölkə yerləşirdi? Misir. Bəli. Misiri kim idi Nilin tövhəsi adlandıran? Herodot. Yerli haldə həm də öz torpağı necə adlandırırdı Misiri? Qara torpaq. Əla, qara torpaq. O dövrdə qayıq düzəltmək üçün, evlərin damını örtmək üçün hansı bitkidən istifadə edirdilər? Papirus yəni qamışdan. Papirusdan, qamışdan istifadə edirdilər. De görüm, ilk vaxtlar Misirdə nə qədər xırda-xırda dövlətlər var idi? 40-dək. Bu dövlətlər bir-birlə nə uğrunda mübarizə aparırdı? Su kanalları və otlaq sahələri. Əla. Daha sonra nə zaman aşağı Misir, yuxarı Misir padşahlığı yarandı? Eramızdan 4-cü minilliyin 2-ci yarısında. Əla. Və artıq bunlar arasında nə uğrunda mübarizə getdi? Yəni Vahid dövlət uğrunda. Bəli, vahid dövlət yaratmaq uğrunda. Kim qalib gəldi bu mübarizədə? Yuxarı Misir. Əla. İlk paytaxt? İlk paytaxt Memphis, sonra Fil olmuş. Əla. İndi sən məndən görün. Bax bu sayıran səndədir. Deyirik ki, ordunun baş komandanı idi. Qeyri-məhdud hakimiyyətə malik idi. Ölkəni idarə etmək üçün canişinlər təyin eləyirdi. Kim? Yəni birinci Tutmos, yəni birinci Tutmosun nəvəsi üçüncü Tutmos. Yəni Fironlar, əla. Deməli ölkədə qeyri-məhdud hakimiyyətə malik olan şəxs necə adlanırdı? Fironlar. Fironu kim idi Günəş oğlu adlandıran? Yəni dini işlərə baxan kim idi ölkədə? Kahinlər. Əla, kahinlər. Canlı ölü kimlər idi? Qullar. Bəli, qullar idi. De görün Misirin işğalçı müharibələr dövrü neçənci minillikdir? Eramızdan 2-ci minilliyin ortalarında. Əla. 3 dənə Firon adı öyrənməliyik əsas. Hansı Fironlar idi? Birinci Tutmos, birinci Tutmosun nəvəsi üçüncü Tutmos, bir də 2-ci Ramzes. Əla. O zaman mənə Əsmanur deyəcək. Əsmanur deyirik ki, Misirin şimal sərhədləri ilk dəfə Fərat çayına qədər çatmışdı. Kimin dövründə? Birinci Tutmos'un dövründə. Əla, çünki Tutmos haraları işğal eləmişdi? Çünki Tutmos Suriyanı, Fələstini, Əla. Cənubda isə Nubiyanı. Əla, Nubiyanı. Suriya Fələstin Finikiyanı yenidən tabe eləyib. Bu ərazi idarə etmək üçün canişin təyin edən kim idi? Üçüncü Tutmos. Əla, 3-cü Tutmos. Misirin sonuncu qüdrətli hökmdarı? İkinci Ramzes. İkinci Ramzes idi. Əla. İkinci Ramzesin dövründə ilk öncə hardakı üsyanları yatırır hakimiyyətə gələndən sonra? Afrikanın. Afrikada. Afrikadakı üsyanları yatırır. Ön Asiyada Misir öz mövqeyini gücləndirmək üçün kimdən mübarizəyə başlayır? Het şahlığı ilə. Het şahlığı ilə. De görüm, dünya tarixinin ilk yazılı sülh müqaviləsi hansı müqavilədir? Hansı müqaviləni imzalayır Misir? Bəli, Kadeş müqaviləsi. De görüm, bu mübarizədə qəti qələbə qazanan olmuşdu? Xeyr olmamışdı. Xeyr olmamışdı. Kadeş müqaviləsinə görə hansı ərazini bölüşdürdülər? Suriya. Əla, şimalı kimdə qaldı? Hetlərdə. Cənubi isə? Misirlərdə. Əla. Səcad, sən məndən görüm. Deməli, Afrikanın şimal-şərqində yerləşirdi hansı dövlət? Misir. Əla. Misirdən hansı çay axır? Nil çayı. Əla. Yaxınlığında. Bəli, Nil çayı yaxınlığında yerləşirdi. Misiri kim idi Nilin tövhəsi adlandıran tarixçimiz? Tarixçimiz
Tariximiz atası kim idi? Herodot. Herodot idi. De görüm, Vahid Evet. Misir dövlətinin ilk paytaxtı hansı şəhər oldu? Menüsya, Bəli, sonra Memphis. Sonra hansı oldu? Fir. Fif. Əla. Fif şəhəri olmuşdu. Fifə paytaxtı kim köçürmüşdü? Mən ikinci Ramses. Əla. İkinci Ramzesin dövründə bir müqavilə imzalamışdı. Hansı müqavilə idi? Kadeş Əla. müqaviləsi. Kadeş müqaviləsini kimdən imzaladı? Mən ikinci Ramses də Het padşahı. Aferin sənə. Kadeş müqaviləsinə əsasən hansı ərazini bölüşdürdülər? Mən Suriya iki yerə böldü. Cənubu mənə getdi Het padşahlığına, cənubu da Misrə. Cənubi Misrə getdi, Şimali Het padşahlığına getdi. Fələstin, Finikiya kimdə qaldı? Finikiya Misirdə. Allah Misirdə qalmış. Aferin sənə. O zaman mənə Fidan deyəcək. Fidan dedi ki, bu Het padşahlığı ilə Misir arasında gedən mübarizədə qəti qələbə qazanan olmuşdu. Xeyr, mənim olmamışdı. Heç bir tərəf qəti qələbə qazanmır. Hər iki tərəf ilk dəfə idi ki, müharibədə nədən istifadə eləmişdilər? Müharibə maşını. Döyüş arabalarından. Əla. Dedi ki, dünya tarixinin ilk yazılı sülh müqaviləsi hansı müqavilə oldu? Kadeş Neçənci müqaviləsi. il? 1286. Neçənci əsrə düşür? 13-cü əsr. Neçənci yarısı? 13-cü əsrin birinci Hə. yarısı, birinci Eyni zamanda 13-cü əsr neçənci minilliyə düşür? ikinci minilliyə. Neçənci yarısı? İkinci yarısı. Aferin sənə ikinci yarısı. De görüm, bu müharibədən sonra əmin-amanlıq olur deyə 2-ci Ramzes abadlıq, quruculuq işləri aparır. Hansı bir şəhərdə öz heykəlini qoydurmuşdu? Fif şəhərində. Yox. 24 metrlik heykəlini harda qoydurmuşdu? Nubiyada. Əla. Paytaxtı hara köçürmüşdü? Fif şəhəri. Əla. Aysun, sən məndən görüm. Dedi ki, dünya tarixinin ilk yazılı sülh müqaviləsi hansı müqavilə oldu? Kadeş müqaviləsi. Bəs Azərbaycan tarixinin ilk yazılı sülh müqaviləsi? Sirdaqqa müqaviləsi. Neçənci ildə? 714. Əla. 714-cü il neçənci əsrə düşür? Eradan əvvəl 714. 8-ci əsrin Əla. birinci yarısı, 4-cü rübü. İkinci yarısı 4-cü rübü. 714 ikinci yarısı 4-cü rübü. De görüm, Vahid Misir dövlətinin varlığına hansı dövlət son qoydu? Əhəməni İran hökmdarı 2-ci Allah neçənci il hansı döyüş? 525-ci ildə Parisdə döyüşündə. Aferin sənə. İkinci Kambiz qalib gəldi. Misir 525-ci ildən neçənci ilə qədər qaldı Əhəmənilərin tərkibində? 525-ci ildən 332-ci ilə qədər. Allah, çünki 332-ci ildə Misiri kim idi müqavimətçi ilə keçirən? Makedoniya İskəndər. Allah. Bəs Misir neçənci ilə Roman əyalətinə çevrildi? Eramızdan əvvəl 30-cu ildə. Allah. Neçənci əsrə düşür eradan əvvəl 30? Birinci əsrin 2-ci rübü, 4-cü yarısı. İkinci yarısı 3-cü rübü. 4-cü yarısı 2-ci rübü. Oradan əvvəl 30, birinci əsrin ikinci yarısı 3-cü rübü. 4-cü rübü olması üçün 25-dən sonra olmalıdır. 30 olduğuna görə 3-cü rübü. Əla. De görün Misirin yaratdığı yazı hansı yazı idi? Birinci piktogram yazı, sonra da hieroglif Əla. olmuşdu. Hieroglifi necə işarə adlandırırdılar? Müqəddəs işarə. Əla müqəddəs işarələr. Əsma Nur deyirik ki, Misiri qızıl ölk adlandırırdılar. Qızılı çox idi. Xeyr, mənim. Nəyi var idi çoxlu? Dənləri. Əla dənli Dənləri. bitkiləri var idi. Misirdə riyaziyyat güclü inkişaf eləmişdi, yoxsa həndəsə? Məndəsə. Riyaziyyat harda güclü inkişaf eləmişdi? Şümələrdə. Əla. Misirdə niyə həndəsəni güclü bilmək lazım idi? Piramidalar. Bəli, üçün. piramida tikmək üçün lazım idi. Əla. De görün, Misir tibb sahəsində hansı yeniliyə imza atdı? Nəmzəli yoxlayırdılar. Nəbzi yoxlayırdılar. Bir də insanları olduğu kimi saxlamaq üçün. Göz dişləri xəstəlikdə müalicə edirlər. Bir də mumiyalıyırdılar. Bir də mobilama. Əla. Misirdə baş tanrı necə adlanırdı? Şironlar. Baş tanrı. Amon. Amonlar. Əla. Səccad, sən mənə deyən deməli Misirdə baş tanrı necə adlandı? Amon.
Əla, Amon adlanmışdı. Misiri adlandırdıq dənli bitki, qızıllı ölkə. Çox idi qızılı. Qızılı yox idi, mənim sümbüllər vardı. Əla, dənli bitkilər çox idi. De görün biz Misiri həm də başqa necə ölkə adlandırırıq başqa adla? Müəllimə necə ölkə adlandırırıq? Ehramlı, qara torpaq, Bir də Nilin. sonra qızıllı. Hə. Ehramlı ölkə, qızıllı, sonra qara torpaq. Əla, bir də Nilin tövfəsi. Misiri adlandırdıq ehramlar ölkəsi. Daşdan tikilmiş pilləkən formalı ilk piramida kimə məxsusdur? Mən Tonis. Bəli, Mən böyüsü isə, Hə. mən lap hündür isə Hə. 7-ci möcüzəsindən biri olub. Xeopsə. Kimin idi? Xeopsə. Adları isə biraz qəliz gələ bilər. Deməli, daşdan tikilmiş ilk piramida Djoserə, ən böyük Djoser, piramida Xeopsə. Əla. Dedi ki, bu piramidaları kimin şərəfinə inşa eləyirdilər? Mənim Seyrilərin şərəfinə. Əla. Fironların qüdrətini göstərmək üçün. Firon. Piramidaların qarşısında fironların ruhlarını qorumaq üçün nə inşa eləyirdilər? Mən De, düz deyirsən, de. Sifir. Sfinkslər, yəni dəhşətlər atası. Deməli Fidan, sən məndən görün Misirdə ilk piramidalar nədən inşa olunurdu? Cillə. Əla. Amma deyirik, daşdan tikilmiş pilləkən formalı ilk piramida kimə məxsusdur? Djoserə. Ən böyük piramida? Xeopsun. Dünyanın 7 möcüzəsindən biri hansı idi? Xeopsun Əla, piramidası. Xeopsun üfüqü idi. De görüm, fironların ruhlarını qorumaq üçün nə inşa edirdilər piramidaların qabağında? Sfinks. Əla, yəni dəhşət atası. Güya ki, fironların ruhlarını qoruyurdu. Astronomiya sahəsində Misirlilər nələrə imza atdılar? Günəş və ay tutulmasını dəqiq bilirdilər. Əla, sonra Su saatı kəşfləndi. Bir də 3 mövsümü 4 ay ili 4 aydan 3 mövsümə Əla. eləmişlər. Daşqın əkin məhsul. Aferin sənə. Günəş və su saatı, günəş və ayın tutulmasının vaxtını bilirdilər və təqvim hazırlamışlar. Aferin sizə uşaqlar.